Kəndin girişidir iki dağın birləşmə yeri. İki dağın birləşmə yerindən sona qədər bu göy çəmənliyin görünən düz sahənin aşağısına qədər hansı ki sıx ağaçları başlayıb, ora qədər təxminən bir 4 kilometr var. Kənd bu ağaçlardan da bir 500 metr, 700 metr sonra qutarır. Kənd aşağıdadır, ağaçlığın meşənin içində. Kəndin yuxarı hissəsində belə düz var. Biz bura düz deyirdik, futbol meydançası. Və aşağı hissədə bir düzü həmin bu hissənin altındadır. İndi buradan görünmür. Biz bu əraziyə isə aşağı düz deyirdik. İki futbol meydançamız var idi. Ya ora gedirdik, ya bura. Daha çox bura gəldik bizim məhəllə. Göründüyü kimi kəndi dağ tam qucaqlayıb. Yəni tam qucaqlayıb. İki dağın ortasındadır. Kəndin forması yarpaq şəklindədir. Yəni orta hissəsi biraz enli, başlanğıcı və sonu dar. Bu da kənddə çox olmayan inəklərdir. Kəndin yuxarı hissəsi ümumiyyətlə demək olar ki, insanlar getdikcə ailələr köçür bu hissədən. Bura isə bizim futbol oynadığımız ərazi idi. Futbol meydançamız idi. Yəni biz oynayarkən bunlar yox idi. Bu bitkilər sonradan bitib. Yəni futbol oynanan zaman istər-istəməz inkişafına imkan verilmirdi. Vermirdik daha doğrusu. Bu hissədən əslində düz deyil, bir hardasa təxminən 10 dərəcə, bəlkə də 15-20 dərəcəyə qədər telefonda düz kimi görünsə də video çəkilən zaman. Amma bir müstəvi üzərinə bir 15-20 dərəcəlik bucaq təşkil edə biləcək formadadır. Çətin idi futbol oynamaq, top diyirlənib gedirdi, amma zaten alternativimiz yox idi. O qədər sevərək oynayırdıq ki. Bəzən haradansa səs gəlir ağaçların arasından, ya kolların arasından. Hansı heyvan qaçır, dovşan, çaqqal, bilmirəm nə. Düşünmürəm ki, bu böyük heyvanlardan olsun. Çünki çiğ effekt verir. Amma bayaq görürəm kol tərpənir. Yaxınlaşmışam. Görürəm çıspağa. Bəzən bir gündə 2-3 dəfə gəlirdik bura. Bir şey ki, birinci sinif şagirdi 4 kilometr hər gün bir 15-20 dərəcəli bucaq altında, bəlkə də daha çox bucaq altında, bəzi yollarda 45 dərəcə çıxan bucaq altında 4 kilometrə qədər məktəbə gedib gələn birinci sinif uşaqlar olmuş. Ona görə də buralara qalxıb düşmək bizim üçün çox adi idi. Amma indi sözün düzü yorulmuşam. Yox, bura deyil, bura bağlıdır. Bu hissə bağlıdır. Yəqin ki, digər istiqamətdən girməliyəm. Hə, tapmışam. Məhz buradan girmək lazımdır. Çol-ços imkan versə, bu bitkilərə biz bilmirəm, yəni elmi ədəbiyyatlarda nə cür adlanır? Etiraf edeyim ki, bilmirəm. Bu böğürtgəni məncə yemək pis olmazdı. Elmi ədəbiyyatlarda bilmirəm nə cür adlanır. Biz buna qıca deyirdik. Və bundan daha çox indi gedəcəm aşağıda çay axır iki dağın arasında. Bunlardan və daşlardan istifadə edib suyun qabağını bağlamaqla göl tikirdik. Qarşıda görünən dağın arasından. Getdim o yolla da, həmin göstərdiyim cığırla da telefonu daim əldə saxlayıb çəkmək olmur. Gəldim bura. Bax, çayın səsi gəlir. Qarşıdakı dağ və mənim olduğum dağ, aşağıda çay axır. İndi çaya düşmək lazımdır. Əslində bir cığır olmalıydı.
Elə bildim gəlib bura çıxır, amma burada cığır yoxdur. Bu yəni bu hissə gəldiyim istiqamətdir. Bu hissədən gəldim. Bu aradan. Bu zoğal ağacıdır. Və indi buradan düşməyə yer yoxdur. Yəqin nəysə hardasa yenə izi itirmişəm. Tamam, telefonu cibimə qoyum. Tapsam yenə çəkəcəm. Hə, tapmışam. Bu çaya düşməli birinci cığırdır. İkinci cığırdan mən düşmək istəyirəm. Çünki birincidən düşəndə sonra yoluma davam eləyə bilməyəcəm. Birincinin aşağı hissəsi çox pis vəziyyətdədir. Bura gələndə kəndin yuxarı hissəsində ağsaqqallardan biri ilə görüşdüm. Elə salamlaşdıq, hal-əhval tutduq. Çoxdan idi görmürdüm. Onunla maraqlananda dedi, çay yolu aşağı qədər kollar basıb, ağaçlar yıxılıb, insan ayağı dəymir, gediş-gəliş yoxdur deyə buradan düşmək çətin olacaq. Ona görə də bəs biz Şirim yolu deyirdik, ya oranla get, ya da üst yolundan ikinci cığırdan düşərsiz. Dedim, yaxşı. Amma indi buradan yəqin ki qayıdacam və ikinci cığırı axtarmağa gedəcəm üst hissəyə. Çıxaraq buradan sağa dönəcəm. Hə, yeri gəlmişkən bu əlimdəki ağac hər ehtimala götürmüşəm. Çünki o ağsaqqal dedi ki, nəsə əlində olsaydı yaxşı olardı. Düzdür, digər heyvanlar hücum etməzlər. Yəni canavar da olsa, nə də olsa və yaxud da ayı biraz təhlükəli ola bilər dedi. İndiki çünki böyükən vaxtıdır. Və bu dağlarda da bu çollar, böyükən çolları kifayət qədərdir. Görsən, ayı içərisinə girir. Hə, amma dedi, ən təhlükəli isə kənd itləri ilə çaqqal və tülkülərdən, əlaqsuda çaqqallardan bircə törəmiş itlər var dedi. 6-7 itdir. Bir neçə nəfər olub ki, deyib ki, qarşımıza çıxıb hücum eləyiblər. Yəni, heç bilmirsən, itdir ya çaqqal. Elə bu dağda yaşayırlar. Hər ehtimalı dedi, belə bir ağac götür. Böyüklərin məsləhətinə qulaq asmaq hər sahədə lazımdır. İndi bu ağac əlimdədir. Gedirik. Mənzərə çox gözəldir. Çox gözəldir bura. Sözün həqiqi mənasında. Həmin dağ və gəlir və bu dağın sonu o hissi hardasa bir 3 kilometr var hələ dağın ətəyinə və bu da dairəvi olaraq davam edir. Bizim burada dərələr vardı. Dərələrlə bağlı geri dönən zaman çəkiliş eləyəcəm. Adları, dərələrimizin adları. Məsələn, bu hissədə uzaqda görünən dağın büküyü Daşlı dərə, Döftər dərə, Birinci dərə, bu hissədə Böyük qıxmıq, Çik qıxmıq, Torpaq dərə, Sulu dərə, bu hissədə uzanan uzun dərə, Daşlı dərə, hamısı uşaqlığımın ən gözəl xatirələridir. Mən hələ ki biraz da bu yolla gedim. Roje dağa qalxır. Bu hissə çaya düşür. Bu hissə ilə irəliləyək. Ağaçların gözəlliyi. Burada qarşıdakı ağaçdan üzüm tənəkləri sallanırdı. Tarzan filminin çıxdığı vaxtlar idi. Biz də uşaqlar da gəlirdik burada. Bu budaqlardan, bu tənək budaqlarından sallanardıq.
sıldırımın kənarıyla, yəni çayın kənarıyla yavaş yavaş gedirəm və bu belə sıx ağaçlıqlar, çolluqlar biraz digər heyvanlar baxımından biraz təhlükəlidir. Onların daha çox gizləndiyi, girdiyi yerlərdir. Amma mən səyahət eləməyi tək sevirəm. Yəni ələxüsusla xatirələri yaşadacaq bu tip səfərləri, bu tip gəzintiləri tək sevirəm. İnsan özü ilə danışır, insan düşüncəsində olur. Və bu gün də düşünürəm ki, təbiət mənim üçün sağ olsun imkan verib. Çünki hava buludludur, yəni tam günəş yoxdur, qalxmaq, gəzmək olur. Biraz da meh əsir. Bu ağac yadıma gəldi. Bu çox balaca idi. Yorulanda altında oturduğumuz ağaçlardan biriydi. Hələ bu ağac o qədər mənləri yola salacaq ki. Təkrar burada ona görə çəkdim ki, həm mənzərəsi falan bu heç, amma çox qaranlıq görünür bura. Amma indi telefonda çəkirəm, görürəm işıqlı düşür, bilmirəm. Təbii ki, mən peşəkar operator deyiləm. O funksionallığı, nələrsə düzgün tənzimləyə bilmirəm bəlkə də. Amma çox qaranlıq düşür bura, ağacların altı. Burada mənim diqqətimi bir şey gəlb elədi. Ağaca M yazıblar. Çox maraqlıdır. M, bilmədim bu nədir. Bunlar nə yazısıdır? Bunlar nə yazısıdır? Amma bu dəqiq M-dır. Artıq neçə il qabaq yazılıb. Yəqin ki, mənim uşaqlığımın deyil, son bir düşünürəm ki, 5 il əvvəl ola bilər. 5 il ya 7 il maksimum. Daha bir maraqlı bir məqamla qarşılaşdım. Deməli, bilmirəm, bu dağlıq ərazi, yəni qarşıda ağaçların arasından görünən dağın ən yüksək sıldırım hissəsi, bu nisbətən yamaç hissəsidir. Və nədir məsələ? Burada bu ağac dirəkdir əslində və burada kəpər olub, göründüyü kimi. Bu kəpər hissədir belə. Burada bu dirəkdir və burada da bu dirəkdir. Dirəkdir, kəsilib. Yəni bağ kimi dağ hissəsində insanlar istifadə ediblər. Yəni dağın bu hissəsi bağ olaraq istifadə edilib. Müəyyən zoğal ağaclar olurdu, başqa ağaclar əkirdilər, hətta lobiya əkən olurdu və s. Yəni torpağı çox güclü, qara torpaq. Nəmişliyi, yəni torpağı sulamağa ehtiyac yoxdur burada falan. Nəyi qeyd edəcəm? Mən uşaq olanda yadımdadır. Bax, belə bağların kənarı ilə gedirdik, bu hissə ilə. Bura açıq idi. Çol-ços da yox idi. Və bu hissədə çiyələklər olurdu. Bu hissədə də olurdu, amma daha çox içəridə olurdu. Çünki baxılırdı. Bu hissəni heyvanlar, malqara falan tapdıyırdı ya yeyirdi. Amma içərilər istifadə olunmurdu. Yəni insanlar Sovet dönəmindən başlayaraq 60-cı, 70-ci illərdən sonra kənd cəmaatı dağın bu hissələrində yəni özləri üçün ərazilər tutmuşdular, belə deyək. Yəni öz aralarında ki, məsələn, buranı mən istifadə edəcəm, buranı mən istifadə edəcəm. Və kəpərlər bağlanırdı ki, malqara girməsin, yəni heyvanlar girməsin. Və sahə deyirdilər, tütünkülüklə insanlar məşğul olurdu. Videonun əvvəlində göstərdiyim açıqlıq ərazidə, Qax yolu istiqamətində, Şəkidən Qaxa gedən yolun alt hissəsində, cənubunda ərazilər var idi, sahələr. İnsanlar orada istifadə edirlər. Bəzi hallarda piyada gəlirdilər evlərinə. Və ondan sonra da gəlib bu hissədə işləyirdilər.
və bu əraziləri yararlanmağa, yəni bu ərazilərdən yararlanmağa çalışırdılar. Və bugün artıq o nəsil yoxdur. Allah hamısına rəhmət eləsin. Bu kəpəri düzəldənlər, bu yolu keçənlər, indi evlatlardır. Artıq dünyanın deməzdim, dünya zaten həmişə elə olub. Sadəcə olaraq bizim ölkəmizdə artıq Sovet dönemindən sonra fərqli yanaşmalar, fərqli prinsiplər, əslində bu şeyləri də qınamıram. İnsanların hamısının təhsil almaq hüququ var. İnsanlar evlatlarına daha yaxşı təhsil vermək istəyirlər. Daha yaxşı səhiyyə xərcləri, daha doğrusu səhiyyə xidmətləri almaq istəyirlər. İnsan təkcə bioloji varlıq deyil, həm də sosial varlıqdır. Yəni sosial infrastrukturun yuxarı səviyyədə olduğu ərazilərdə yaşamağa başlayırlar və beləcə bu kəpərlər bir xatirə olaraq qalır və baxdıqca insanı kövrəldir. Mən çaya düşmək üçün, yəni dağın digər hissəsinə və əsas hissəsinə keçid üçün daha sıx və hündür ağaçların olduğu əraziyə düşən həmin cığıra gəlib çatdım. Çatdım. Və bir vaxtlar bura maşın yolu çəkilmişdi. Digər istiqamətlə. Sovet dönemində. Və qısa bir müddətdə oldu. Mənim uşaqlığım idi, yadıma gəldi. Qərar verilmişdi Sovet dönemində. Mən lap uşaq idim, bilmirəm. Bəlkə də 6-7 yaşım olardı. Yəni Sovetin son illəri idi. 80-ci illərin sonları falan. İndi bax buna görə bu hissə belə geniş qalıb. Bura qədər gəlirdi, buradan fırlanıb gedirdi. İçəri hissədə artıq dağılıb, yəni yalnız bu hissədə biraz genişlik qalıb. İndi bilmirəm eşidilir ya yox, yağış səsi gəlir. Deyəsən yağış başlayacaq. Amma biz yolumuza davam, bu qədər yol gəlmişik. Çoxdan da gələ bilmirdim. Mən həm də bu videonu dediyimdə özüm üçün çəkirəm ki, bu videoları. Çünki mən həmişə buraların sevgisi ilə, buraların xatirəsi ilə yaşayan bir insanım. Ümumiyyətlə çox gözəldir. Yəni bilmirəm, yəni bəlkə də mən bacarmıram, amma hər halda mənim söz bazamda olan sözlərindən mən keçirdiyim hissləri ifadə edə bilmirəm. Bura biz Daşlı dərə deyirdik. Bu hissə indi üst hissə bağlıdır. Bu qabaqdan düz yuxarı dağa qalxanda, dağın zirvəsinə doğru çox daşlar var. Hər yer daşlıqdır. Amma təbii ki, mən ora girə bilməyəcəm. Çünki çox sıxdır. Ən azından yəqin ki, paltarları cıra bilər. Çoxdan da bəlkə də olsun 10 il, 15 ildir ki, insan ayağı dəymir. Kəndin heyvanları da artıq bura gəlib çıxmır. Burada yalnız vəhşi heyvanlar olan hissədir. Baxın daşlı dərə dedim. Bunlar hamısı məhz daşlardır, sadəcə üstünü mamır bağlayıb. Bu hissə daşlardır hamısı. Bunlar daşlardır və bunların içi də daşdır, ləmbənin içi. Və üst hissəyə baxdıqda bu da. Bunlar dərə olub. İndi kos basıb belə ağaçların arasından. İndi mən çalışacağım buradan keçim dağın digər hissəsinə. Və bu orta qatlanaq hissədir deyək də. Dağın obrazı isə qatlanan hissəsidir. Və uzaqdan əvvəldə göstərdiyim dağın artıq yamacıdır deyək bura. Buradan artıq bu bucaqda düşünürəm ki, bir hardasa bir 75 dərəcə olar. 75 dərəcəli sıldırımdır. Yağış da başladı bu arada. Deyə düşünmürdüm belə yağar, amma artıq səsləri gəlir. İnşallah ki, məni məyus eləməz, çox güclü yağmaz. Bu hissələrlə
çay aşağı hissədədir. Çaya düşsəm bura qalxa bilməyəcəm. Gedim digər istiqamətə. Yağış yağsa belə mən yolumu davam etməliyəm. Çünki bu qədər yol gəlmişəm. Gəlib belə bir açıqlığa çıxmışam. O meşə sıx yerindən çıxdım. Düzdür, burada şeydir, amma yağış yağır. Yəqin ki, ciddi ıslanacağım, amma bu əvvəl getdiyimiz cığırları basan çollar imkan vermir ki, yoluma davam edeyim. Həqiqətən də çox sıx və pis bir yerə gəlib çıxmışam. Çeşmək olmur. Elə telefonu belə cibimdən çıxarda bilmirəm. Bura çox sıxdır, cəngəllikdir, konkret cəngəllikdir. Amma çalışacağım bu hissəni çekim. Çox pis yerə gəlib girmişəm. Və bu hissəni buradan, bu aradan keçdim. Əlimdəki ağaçla bu çolluğu, cəngəlliyi yara-yara. Çox pis yer çəkmişəm. İndi gəlib dirənmişəm belə. Heç bir yeri yoxdur. Amma görüm. Biraz dincəlim ortada. Sonra keçəcəm. Yəni bu ağac sağ olsun. Yaxşı ki, bax, ağsaqqal sözünə qulaq asdım. Bu ağacı götürdüm. Bu ağacsız bu cəngəlliyi yarmaq mümkün değildi. Bir təhər yardım. Bu hissədəydi. Gəldim, çıxdım açıqlığa. Yəqin ki, buradan sonra elə bir ciddi maniyəm olmaz. Amma artıq gəldiyim yerdən qayıtmaq istəmirəm. Çünki orası çox pis idi. O qədər pis idi ki, yəni həqiqətən də biraz narahat oldum. Çünki həm ilan baxımından, həm çox böyük ölçülü hörümçəklər, tor falan içəridə. İstər-istəməz birinin kiçik bir sancması problem yarada bilərdi. Yağış, bilmirəm, səsi eşidiləcək ya eşidilməyəcək, amma artıq yağış da gücləndi. Uşaqlığımda bura çox gəlmişəm. İnici kimi çox bərbad değildi, açıq idi. İnsanlar gəlirdi, gelirdi deyə. Və bu ağac yadıma düşdü. Hansı ağaçdır? Və o içəridəkilərdir, içəri girə bilməyəcəm. Oradakılar da. Daha çox gəlirdi. Və bu hissədə bura maşın yolu olub. Gör, Sovet hökuməti mənim uşaqlığım illərində, bilmirəm, bəlkə də birinci sinifdə zad oxuduğum vaxtlarında, yəni Sovetin son illəri idi. Və bu hissə gəlib çıxdım həmin bu hissəyə. Və bura maşın yoldur və qabaqdan da sağa burulub biraz gedir, bitir. Yəni bu böyük rezonans doğurmuşdur ki, Sovet hökuməti hara yol çəkib. İndi təbii ki, orada nəsə əlamət yoxdur. Amma məncə bura oradır. Çünki burada geniş düz ərazi var. Bu hissənin sağı da sıldırımdır. Solu da yenə bir 70-75, bəlkə də 80 dərəcəyə qalxım var. Amma bu hissə düzdür və belə gedir bu düz hissə. Böyük ehtimal ki, yol elə buradır. Yolda gedəcəm, görüm hara qədər gedə bilərəm yol dediyim hissə ilə. Amma yəqin ki, artıq bağlanıb göründüyü kimi yolda nəsə əlamət yoxdur. Böyle cəngəlliyə çevrilib. Və hər yerdə hörümçək toru. Bəli, dəqiq həmin avtomobil yolu idi. Avtomobil dedikdə, yəni ki, o vaxtı Qaz 66 deyirdik, Ural deyirdik, onlar gələ bilirdi. Ki, odun, güya ki, Sovet hakimiyyətinin, hökumətinin, daha doğrusu devlətinin meşə sənayesi,
və bu sənayenin inkişafı üçün apardığı siyasətin nəticəsi idi ki, dağları, daşları sözün həqiqi mənasında aparırdılar kütləvi olaraq. Amma indi meşə özünə gəlib, insan ayağı dəymir və bu isə zoğal ağacıdır. Altında bəlkə də 100 dəfə yatdığım və əksəriyyətində də yatıb yuxuya getdiyim zoğal ağacı. Və mənim tam səmimi etiraf edəcəm ki, bu səfərimin, yəni bura gəlməyi qarşıma məqsəd qoyduran məhz bu ağac olmuşdu. Bax, artıq ətraf ki, o birisi ağaçlar böyüyüblər. Bu artıq ömrünü başa vurub yəqin ki. Bu artıq belə hələ yetişməmiş belə zoğallar var. Bax, bu ağac mənim, biz bura Şirim deyirdik. Şirim. Yəni Şirim dağına gedirsən yox, Şirimə gedirəm. Hardasan? Şirimdəyəm. Şirim deyirdik bu ərazilərə. Videonun əvvəlində baxdığımız zaman dağın bükülərək geri qayıtdığı, döndüyü, halqa vurduğu hissənin baş hissəsinə. Və bu ağac burada yerləşir. Düzdür, bundan yuxarı hələ çox hissə var qalxmağa. Yəqin ki, gün sonuna qədər qalxsam, bəlkə qalxa bilərəm. Amma bax, bu zoğal ağacı çox böyüyüb. Mən uşaq olanda bu qalınlıqda deyildi. Nazik zoğal idi. Və aşağıdakı zoğallar da var yenə, amma bu bir başqa idi. Yolun kənarında idi, rahat idi. Zoğal yığarkən həmişə bunu, kisəni bunun altında saxlayardım. Digər ərazilərdən yığıb gətirirdim bura, burada otururdum. Və aşağıdan çay axır. İndi görünən istiqamətin xeyli aşağı hissədən. Oradan su qablarına su götürüb gətirib qoyurdum bura. Gün ərzində istifadə etməyə. Həmin bu ağaçla biraz baş-başa qalım. İndi bu yolla davam eləməyə çalışacağım. Yenə bilmirəm hara qədər gedə bilərəm, gedə bilmərəm. Növbəti zoğalar ağacı. Bax, bu aradadır, bu göründüyü hissədə. Bax, bu zoğal ağacında olanda, bu yol gedir, qarşıdan belə dönür sağa. Mən bu zoğal ağacında olanda, yuxarıda, yolda ayı gördüm. Səsə çevrildim, ağacın üstündən baxdım. Belə sıx değildi o zaman. Çox qorxmuşdum. Çox qorxmuşdum. Kəndə qədər demək olar qaçmışdım, uşaq idim. Ay mənə baxdı, amma gəlmədi dalımca. Bilmirəm, baxdı. Məncə gəlmədi və mən çox böyük sürətlə qaçdım buradan. Ondan sonra yenə gəldim. Mənim diqqətimi bir şey cəlb elədi. Bura dəqiq insanlar gəlmir. Məsələn, mən kənddə olan yeniyetmələrlə, şagirdlərlə, kəndin yuxarı hissəsində yuxarı məhlə adlanan hissədə olan insanlarla deməli əksəriyyəti ilə danışdım. Düz o qədər adam qalmayıb artıq. Onlar belə deyir ki, bəlkə də 10 ildir biz oralara getmirik. Yəni buralara faktiki bir 10 ildən çoxdur ki, insan ayağı dəymir. Amma əvvəl hər gün bəlkə də olsun 50-60 insan gəlirdi. Ağac üçün, zoğal yığmağa, börkən yığmağa və yaxud da ki, heyvanları itirdi, axşam evə gəlmirdi, səhər gəlirdilər burada, mal-qara axtarırdılar. Yadıma gəlir, bizim o vaxtı bir danamızı biraz irəlidə bu görülən kameranın tutduğum digər istiqamətdə qarşı dağı var. Orada ayı parçalamışdı. Qonşumuzu isə, qonşumuzun daha doğrusu inəyini bu qarşı hissədə ayı parçalamışdı. Çünki heyvanlar bura gəlirdi, gecə qalırdı, qayıtmırdılarsa artıq heyvan, o digər heyvanların, yəni vəhşi heyvanların qurban olurdu. İndi nəyi demək istəyirəm? Bu hissədə göründüyü kimi bura
ayaq izləri deyir. Yəni yarpaqlar falan bu hissə gediş-gəlişin olduğu, təmizləndiyi bir hissədir. Və böyük ehtimal ki, buradan heyvanların ən çox istədiyi, işlədiyi bir cığra çevrilir. Bu belə tutanda bu hissədən daha aydın görünür bura. Bu yoldur. Heyvanların bugün istifadə etdiyi yoldur. Və böyük ölçüdə də yəqin ki, ayı, canavar, bilmirəm, digər heyvanlar da buralarda çox sıx yaşayırlar. Ola bilsin mənim səsimə falan yoxdular, qaçıblar ya gizləniblər. Yəni bir neçə nəfər də mənə demiş ki, buralara gəlməyi tövsiyə eləmir, böyükcən vaxtıdır. Böyükcən vaxtı ayı böyükcən yeyir, zoğal yeyir və bu böyükcənin, zoğalın vaxtıdır artıq, yəni onların yetişmə dövrüdür. Bilmirəm, biraz da yedim görüm, ara qədər gedə bilərəm, amma çeşmək olmayacaq bu hissədə. Mən gedə bilmədim axıra qədər, çünki ora artıq həqiqətən də heyvanların olduğu formadır. Çünki kiçik bir dəlik var, bir harca 1 metr hündürlüyündə. O vəziyyətlərini keçib o cəngəlliyin içinə girmək biraz həm riskli baxımından, həm də geri qayıtmaq. Yəqin ki, paltarlarımı zadı ciddi zədələyirəm, onsa zədələmişəm. Hə, gəlmişəm bu növbəti zoğal ağacının yanına. Bu da artıq qurumaq üzrədir, yuxarısı qalıb, gətirməyib. Artıq zoğal gətirməyib, yəni bar verməyib. Biz həmişə hansısa meyvənin bar verməsinə, həmin meyvənin gətirib-gətirməməsini deyirik. Artıq quruyub, yuxarısında yaşıllıq var. Bax, burada olanda, bu üstdə olanda mən yuxarıdan ayını gördüm. Çünki bu indi yuxarıda görünən o meşəlik kimi yeri yox idi. Buranın hamısını dəhrə var idi, biz dəhrə deyirik. Baltanın digər versiyası. Onu açıb təmizləmişdik ki, bura gəlib zoğal dənliyəndə fırlananda rahat olsun. Buradan görüb bu ağacın üstündən keçmişdik. Orada baxıb düşüb qaçmışdım belə. Çox qəribə hisslərdi. Çox qəribə hisslərdi, çox. Və telefonu özüm aşağı əyilirəm. Ona görə telefon əyilir. Yaxşı çəkə bilmirəm. Belə bu dərədir. O qədər dərələr var ki, bu da dərələrdən biridir. Hər yer hörümçək torudur. Yəni iri hörümçəklər çoxdur. Hərəkət yoxdur deyə əvvəllər mən heç vaxt bu ölçüdə hörümçəklər görməzdim. Hə, indi dağ U dönüşü edən hissəyə gəlib çatıram. Videonun əvvəlində olan dağın küçük yeri, yəni U dönüşü etdiyi, kəndin başına dolandığı hissənin tam sonuna gəlib çatıram və indi dar bir cığır tapmışam. Əslində həmin yolun daralmış hissəsidir və az qala bu hörümçəyin üstünə çıxacaqdım. Yəni bəzən bu tip hörümçəklər diqqət eləməyəndə insanın sifətinə də, yəni üz nahiyəsinə də, üzünə də, alnına da, gözünə də tuş gələ bilər. Ona görə də çalışıram diqqətli olun. Göründüyü kimi çox böyük hörümçəkdir. Hardasa bir ölçüsü düşünürəm ki, bir 4 santimetr olar. Bayaqçı zəhərli hörümçəyi öldürmədim, amma torunu dağıtmaq məcburiyyətində qaldım ağaçla ki, yolum açılsın. Və indi gəlirəm həmin o dediyim dağın, düşürəm buradan dağın bükülən hissəsinə. Bəlkə də elm ədəbiyyatlarda ya coğrafi termin olaraq daha doğru bir adı var. Yəni bu hissə və mənim olduğum hissə və arxamda hündür dağda, arxa hissədə, ortasındayam mən.
Bu da belə dövrə vurur və bu isə dövrənin sonudur deyək. Və kəndi yenə qucaqlayır bu dağ belə deyək. İndi düşürəm bu alta, bu hissədən çay olan hissəyə. Görək oranı keçə biləcəmmi? Yəni məqsədim bu formalı dağın kənarları ilə dövrə vurub qayıtmaqdır. Yolu yarı eləmişəm. Əgər qabaq açıq olsa, gedə bilsəm, gedəcəm, gedə bilməsəm, geri qayıtmaq məcburiyyətində olacağım, eyni yolu. Deməli, kəndin heyvanları o vaxtı bura gələndə, indi gəlib çıxmırlar buralara, çox uzaqlaşıb, artıq heyvan sayı azdır falan, yəni mal-qaranı nəzərdə tuturam. Ayılar adətən və yaxud da canavarlar, daha çox ayılar və belə yerlərdə gizlənirdilər. Bu aradan da keçid hissədir, dar hissə. Və rahat şəkildə tuturdular heyvanı. Yəni bir inəyin bir ayının əlindən qaçması mümkünsüz olurdu belə keçidlərdə. Caynağını salırdı. Ona görə də belə keçidlər həmişə ən heyvanlar üçün təhlükəli keçid olub. Ama inşallah ki bizim səsimizə burada heyvan dayanmaz. Ya da az heyvan olmaz. Yeri gəlmişəm bir böyürtkən var. Onların dadına baxmaq lazımdır. Artıq o maneələri də keçdik. Sağ salamat. İndi çaya doğru düşürəm. Yadıma gəlir, bu hissələrdə tələb olanda dostlarımla gəlmişdim. Burada oturmuşduq, yemək zad da yemişdik. Və bir neçə dəfə sonra gələndə bu ağacı üst hissəsini kəsmişdilər. Mən çox pis olmuşdum. Kölgəni götürüblər. Bura meşəliyə, yəni təbiəti sevirəm. Həqiqətən sevirəm təbiəti. Və indi baxıram ki, təbiət özünü elə bərpa edib ki, sözün həqiqən mənasında insan cəmiyyətinin fəaliyyəti təbiətə zərərdir. İstər şəhərlərdə, istər kəndlərdə. Yəni, canlı insanın fəaliyyəti heç bir halda təbiət üçün faydalı deyil. İnsanların özü üçün faydalıdır, yaşam üçün faydalıdır. Amma təbiət üçün insan ən dağıdıcı canlıdır. Artıq çay yatağına gəlib çıxmışıq. İki dağın kəsişmə yeridir. Çayın digər hissəsi bu görünən Gəncəlliyin içi ilə gedir. Çoldur, şanlı bitkiləri var, ora girmək mümkün deyil. Bir hissəsi bura ayrılır. İnanılmaz sel gəlir bəzən. Bu isə yuxarıdan torpağın altından çıxan təbii qaynama sularıdır əksəriyyəti. Və bura sağdakı və soldakı dağın kəsişmə yeri, yəni onun oturacağıdır. Yəni qatlanma nöqtəsidir. Və yaxud da riyaziyyatı sevənlər üçün deyim ki, y bərabərdir mənfi x kvadratı funksiyasının ekstremum nöqtəsidir, maksimumudur. Niyə mən funksiyadan dedim? 7-ci sinifdə falan funksiya keçdiyimiz zaman həmişə buranı həmin nöqtəyə oxşadırdım. Gedirdim dərsə, misallarımı edirdim, müəllimlərimdən nələr öyrənirdim. Sonra evə gəlib çantamı qoyub gəlirdim bura qışda yandırmaq üçün odun toplamağa. Və yaxud da ki, zoğal yığmağa, böyürtkən yığmağa. Məktəbdən buraya qədər olan məsafə 5 kilometrdir. Bir tərəfimizdə dəftər vərəq, bir əlimizdə funksiya, qrafik, bir əlimizdə meyvə üçün torba, böyürtkən və s. Beləliklə dağı U dönüş elədik. Mən bu hissədən qorxurdum.
ki, bu hissə cəngəllik sərt olar. Mən geri qayıtma olaram, davam etdirə bilmərəm. Amma sevindirici hal odur ki, bu hissədə elə bir cəngəllik yoxdur. Bu qarşıda hardasa bir 500 metr sonra yuxarı məhəllədən olan insanların, ailələrin əraziləri var. Və yenə hörümçək toruna keçdim. Bu hissə uçub. Yəni bura çox təhlükəlidir. Və görünən hissə çaydır və əks dağdır. Mən bu hissədən gəldim bayaq. Və burandan gəldim. Və bu hissədən artıq, yəni tam yuxarı qalxmadım. Görünən hündür dağın ətəyi ilə dönüş etdim və gəldim belə. Çay artıq buradadır. Səsi eşidilir yəqin. Və bu isə yəqin ki, yağış uçurur. Buradan artıq burada ciddi uçurum var. Heyvanlar üçün də, insanlar üçün də əslində o qədər də təhlükəsiz deyil. Yəni kiçik bir hissə var. Bu hissədən bu hissəyə qədər kiçik bir hissə var ki, insan keçməsi üçün. Belə. Biraz öncə digər bir bağın dirəklərini çəkmişdim. Göstərmişdim ki, burada insanlar istifadə edirdi. Kənd cəmaatı, ailələr. Və burada həmin hissədən biri idi. Burada bir qapı var idi. Yəni digər insanlar və yaxud da malqara keçə bilməzdi bu əraziyə. İndi isə burada artıq dağılıb, cəngəlliyə çevrilib. Yaxşı bağ idi. Və bu hissədə də, bu ağacın arxasında da yaxşı bağ var idi. Və bu yuxarıda qeyd etdiyim maşın yolu dediyim hissə Ural, Qaz 66 avtomobilləri bax bu hissə ilə gəlirdi. Və buradan gəlib qalxırdılar dağa bu hissənə. Artıq əsər əlamət qalmayıb heç nədən. Xatirələrdən başqa heç nə yoxdur. Bir də gözəl təbiət. Bu da növbəti bağın qapısıdır. Yəni dağın yamaçlarında insanların özləri üçün təsərrüfat. Yəni malqara salırdılar, lobiya əkirdilər, heyvan saxlayırdılar, otundan istifadə edilirdilər, meyvəsini yığırdılar. Yəni bura kəpər idi, bağlamışdılar belə. Və artıq içəri cəngəlliyə çevrilib. Allah sahiblərinə rəhmət eləsin, dünyasını dəyişənlərə. Əksəriyyəti dünyasını dəyişib. İndi nəvələri var, onlar da böyük əksəriyyəti paytaxtda artıq yaşayırlar. Artıq yavaş-yavaş dağın cəngəlliklərindən çıxırıq və nisbətən yamaçlara doğru düşürük. Amma yenə də cənnətdir, hər yeri cənnət. Sözün həqiqi mənası üçün. Yəni bu cənnət olması təkcə bu yəni xatirələrin və doğmalığın yaratdığı düşüncə deyil. Sözün həqiqi mənasında inanılmaz bir huzur var bu dağlarda, bu təbiətdə. İnanılmaz. Təəssüf ki, şəraitsizlik, kəndin qazının olmaması, hələ də qaz çəkilməməsi bu kəndə, yolunun yaxşı olmaması, bərbad olması insanları buralardan yavaş-yavaş uzaqlaşdırır. Bir 10 dəqiqədə yol düşürəm. Yəni belə rahatdır artıq. Dağı enmək, yamacı düşmək daha rahatdır fiziki olaraq. Həm də ən əsası artıq bu hissə dağın bu hissəsində düşdüyümə görə və bu hissənin belə açıqlığı olduğuna görə yəni daha rahat düşə bilirəm. Dağılmış bağlardan biridir dağ yamacında. Və o uzaqdan qarşıda görünən dağın vasitəsilə, yəni dağlan, həmin dağla gəldim, fırlandım bu hissəyə. Və orada artıq adam səsləri gəlir. Öz kəndə yaxınlaşmışıq. Və nəyi mən göstərmək istədim? Və bu hissə uçurum.
Dibi görünmür. Çox dərində çay var. Bir müddət əvvəl eşitmişdim ki, biraz təhlükəlidir. Bir müddət əvvəl eşitmişdim ki, buradan hansısa heyvan bir dəfə düşüb, təbii düşdüsə öldü artıq. Yəni, çox sərt, çox sıldırımlı bir yerdir. Çox dərindir. Mən isə bu qaranlıq hissə ilə yoluma davam edəcəm. Artıq kəndin yuxarı hissəsinə gəlib çatdım. Artıq bir 200 metr sonra qarşıda birinci ev var. Və mən bu dağları bax o ərazidən başlayaraq gəzməyə başladım. O arxada görünən uzun dərədir. Bax qırış-qırışanlar kəndin uşaqlarıdır. Yəqin ki heyvan gətiriblər. Onlar olan yerdə birinci düz ərazi dedim. Futbol oynadığımız hissə həmin hissədədir. Və indi telefonu gəzdiyim istiqamət üzrə fırlayacağım. Daşlı dərə, birinci dərə, Döftər dərə, ikinci dərə, Marxal. Sonra Marxal şəklinin özündə olan Marxal deyil. Bura Marxal deyilən bir dərə var. Odur. Bu hissəyə gəldiyimiz zaman Böyük Qıxmıq, Çik Qıxmıq, Torpağı dərə, Sulu dərə. Sonra burada bir dərə var, adı yadımdan çıxdı. Və olduğum ərazi isə, hazır ki bu hissə, təpə üstü deyirlər. Məsələn, bir yer olanda hardasan, təpə üstünə gedib gəlirəm. Bu məhz təpədir. İndi üzərində durduğum hissə Çik təpəcikdir. Təəssüf ki, tam çəkə bilmirəm olduğum ərazini. Bu da kiminsə yəqin tulasıdır. Tula deyirlər daha doğrusu. Ovçuların daha çox istifadə etdiyi itdir. Və getdi. Bax, qarşıda görünən hissə kəndin yoludur. Bu hissə arx hissəsi ilə qarşıdan sağa gedəndə artıq kəndə tam az məsafə qalır. Bu qaçır nəsə iynə. Bəlkə də doğuşan mı, ya nəsə hiss eləyib, yeyə düşüb qaçırdı. Belə. Buralar mənim sözün həqiqi mənasında cənnətimdir. Bu bayaq üzərinə qalxdığım təpə dediyim hissədir. Bu ağaçlığın üstündə durduğum hissə. Görün. Bu təpə dediyim hissədir. Və bu dağı dövrə vurub gəldiyim yoldur. Bu hissə isə başladığım yol. Yəni bu hissədən düşdüm çaya və çaydan qalxdım düzə. Düzdən qalxdım yamaclarla dağa və dağı beləcə dövrə vurub gəlib çıxdım bura. Təxminən hardasa bir 3 saata yaxın. Bu isə kəndə gedən su turbalarıdır. Və təbiətin bəxş elədiyi gözəllikdir. Göz yaşı kimi. Turbaya sığmayan su kənardan da axır. Və kəndin nəyi yoxdursa təbiətlə bağlı buz kimi bulaqları, meşəsi, dağı, ağaçları. Və kəndə daxil olduqda dağdan kəndin birinci həyətidir bu. Solda, sağda isə çaydır, uçurumdur. Birinci həyətdir və ağaçların arasından görünən ev kəndin ən sonuncu dağ istiqamətdən isə birinci evidir. Uzun müddətdir kimsə yaşamır.